pul hədəfli olur. Mənim əslində yandığım odur ki, çox üzr istəyirəm sözünüzü bağlanan kəsim. Çox yaxın tanıdığım, xaricdə təhsil proqramına aparan bir neçə şirkətin nümayəndələrini, rəhbərlərini şəxsən tanıyıram. Şəxsən bir neçə gündəmdə olan proqramlara köklü pullar yatıraraq, onların aparıcılarıyla dostluq münasibətlərinə keçərək, xalqın izləmələrindən istifadə edərək dəyərli pozisiyaya gəlib çıxıblar. Amma nəticə o deyil. Bəli, təbii ki. Yəni bir də ümumiyyətlə mən düşünürəm ki, zaten elin gözü tərəzidir. İnsanlar çox yaxşı bunu seçirlər və görürlər ki, mən həmişə deyirəm, xasiyyət ingiliscə danışa bilməyən insan necə xasiyyət təhsil şirkəti idarə edir? Bu da bir sualdır mənim üçün. Yəni bu kommunikasiyada və bu layihəmiz də belə oldu ki, mən istədim ki, uşaqları düzgün şeyi təbliğ edim. Mən burada həmişə uşaqlara deyirəm, biz diplomatıq. Bilmirik diplomat olacaq yoxsa yox. Amma hər bir Azərbaycanlı özündə bir diplomatdır. Çünki biz ölkəmizi təmsil edir. Harda olursa olsun, İraq olsun, biz Avropa gedirik, xarici başımıza bir iş gəlir. Bizə kim kömək edir? Azərbaycan hökuməti. Biz Azərbaycanlıyıq və biz dünyaya belə gəlmişik və bizim arxamızda duran Azərbaycan hökuməti, bizim qanunumuz, bizim hökumətimizdir. Və biz bunu gənclərə təbliğ eləməliyik. Və uşaqlar da onlarla görüşməkdə əsas məqsədim o ki, onlar real rol modellər görsünlər, siyasəti araşdırsınlar, diplomatiya siyasəti necə olur, bu sahədə karyera qursalar hansı yolu izləməlidirlər. Ümumiyyətlə ölkəni təmsil etmək nə deməkdir? Formal ortamda olmaq deməkdir. Ümumiyyətlə mən formallığı sevən insanam. Mənim üçün formallıq çox önəmli bir şeydir. Çox nadir ortamda mən qeyri-formal olaram. Mənim üçün bəlli qaydalarım var da. Formallıq mənim həyatımın bir hissəsidir və heç nə də dəyişməyəcək. Nə qədər relax insanlar olsa da belə. Və o formallığı çox sevirəm. Onu uşaqlara təbliğ eləmək istəyirəm ki, qoyun o ortamda olsunlar, onu görsünlər, təcrübə qazansınlar. Eyni zamanda onlara bizim gəncləri tanıdıram. Hər səfirlə gedəndə o qədər xoş feedback alır, necə ağıllıdırlar, necə araşdırmalıdırlar. Bir də uşaqların özündə özgüvəni olur ki, biz getdik, bu səfiri gördük, ondan söhbət elədik, ondan danışdıq. Ki o necə deyim, ümumiyyətlə uşaqlara bunu təbliğ eləməliyik. Mən həmişə gənclərimizə deyirəm ki, biz necə oldu Qarabağa ala bildik? Çünki biz məktəbdə oxuyanda bunu bizə təbliğ edirlər. Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycan. Bu bizə təbliğ olundu deyə biz hər birimiz, bizim yaşıtlarımız aldı da Qarabağa vuruşanlar, şəhid olanlar kimlər? Çünki biz məktəbdən bunu bizim beynimizə şuur altımıza yedirilmişdi. Həmişə hazır idi. Bəli, hazır idi. Bəli. Bu yetişən gəncliyə də bunu təbliğ edir. Hər bir şey təbliğatdan başlayır. Əgər biz yanlış rol modelləri təbliğ edəcəksə, onlardan soruşanda nə olmaq istəyirsən? Deyəcək ki, bax mən filankəs olmaq istəyirəm. Adlarını çəkmək istəyirəm. İnanın ki, bu günlərim qızlarımıza yanlış rol model qadınlar təbliğ olunur. Bəli. Oğlanlarımıza yanlış rol model kişi modelləri göstərilir. Bəli. Amma bu cəmiyyətin qadın və kişi obrazı var və normal qadınlar və kişi obrazları gənclərə təbliğ olunmalıdır, göstərilməlidir ki, onlar özlərini, onları rol model görsün. Biz İtaliyada olduq. Azərbaycan səfiri ilə görüşdük. Çox səmimi bir görüşümüz oldu və tam səmimi deyirəm ki, səfirimiz özü bir gənclər üçün gözəl rol modeli idi. Onun həyat hekayəsi, onun təcrübəsi, tələbələrimizə göndərdiyi mesaj, eyni zamanda Fransada Leyla xanımla görüşmüşdük. Onlarla danışıqlar o qədər uşaqlarımıza böyük bir aura verir. O qədər onlar Azərbaycanlı olmaq, Azərbaycan ölkə xaricində təmsil etmək, təhsilin önəmi, nə qədər təhsilli olmaq vacibdir. Gənclərin bu cür rol model insanlarla görüşməyə ehtiyacı var. Gənclərin hansısa, yəni TikTok-la, YouTuber-la, hansısa, nə bilim, cəmiyyətə faydası olmayan, düzgün yönləndirilməyən, yəni siz demişkən sözünüzə belə deyim qüvvə olsun, həqiqətən yanlış qadın obrazları təbliğ olunur. Yanlış kişi obrazları, hansı ki Azərbaycanın kişi obrazları deyəndə bizim milyonçularımız, bizim elə rəhbərimiz deyərdim ki, yəni gözəl rol modeli olardı. Rol modelimiz olaraq